Yeni bir videodan hamınızı salamlayıram. Bugün əslində videonun əsas hissəsi indi deyil, əsas hissəsi sabahdır. Çünki sabah gedirəm hara? Şuşaya, Qarabağa. Deyir, anadır arzulara hər zaman Qarabağ. Danışar dil dodağa, yox. Neyse, yadımdan çıxdı. Əslində bugün biraz nastroyeniyam yoxdur. Neyse, indi sumkanı yığaq. Ən birinci belə bir şalvar götürürəm. Kəməri çıxartmaq yox. Birinci şalvar götürdük. İkinci olarak biraz daha rahat giyim götürəcəm. Yəni ki bu paras şalvarı götürürəm. Ben bunları daha əvvəldən qatlayıb bura qoymuşdum. Bir-bir göstərib bura qoyacağam. Yəni oradan gətirəcəm, bura göstərəcəm, ondan sonra bura qoyacağam. Axırda da sumkaya qoyacağım. Əslində bu var. O əslində Şuşanın havasına heç uyğun deyil. Çünki bayağı nazikdir bu. Nəsə göstərim sizə nazikliyin. Əl vurum bir daha. Ne kadar komik ya. Havaya uygun değil oranın ama götür. Şu keçdiyi oranın havasına. Bir də əynindəkilərə fikir verməyin. Çox əlaqəsiz geyinmişəm. Əslində üstümü geyməyəcəydim amma video çəkirəm. Bir də biraz səssiz danışıram ki ev yatıblar. Yəni bugün ayın neçəsidir? Bugün avqustun 21-idir və avqustun 21-də geyinəcəm. Deməli bizə əvvəlcədən xəbərdarlıq olundu ki, qışda nə geyinirsinizsə, yəni fevral ayında nə geyinirsinizsə, onu götürün gəlin. Ona görə də bir dənə ilk sumkamız hazırdır. Keçək o bir sumkaya, siz onu görmürsünüz, amma mən görürəm. Keçdik ikinci sumkamıza. Deməli sumkanın ən ön cibinə bunu qoyuram. İkinci olarak tabii ki olmazsa olmazımız Type-C adaptör. Bir dənə power bank. Bir dənə bu formada adaptör. Çox pis vəziyyətlərdən çıxardır ən azından. Bir ədəd remen. Bir dənə duxu, amma bunun içində oha çox az qalmış bu. Qaydanda təzəsini alacağım. Uşaqlıq arzumdur. Son 135 manat. Kart qoyacağım aşağı. Tabii ki canım AirPods'un biri de yoktu. Ondan sonra tabii ki mənim üçün ikinci vacib aksesuar. Əşyalarımızı yığdıq. İndi qaldı bir dənə yola çıxmaq. Sabah da onu çəkməyə başlayacağım. İnşallah ona görə də sabah görüşərik. Dün gecə yatmadım. Saat 6 tamam sayılır. Dün gecə yatmadım çünki gecə çox gec saatlara qədər oyun oynadım və əgər ondan sonra yatsaydım saat 6-7 civarı oyana bilməyəcəkdim. Və çölü göstərim sizə. Hava bildiyimiz açılıb. Ağaclardan da yəqin hiss olunur ki, hava hələ də küləklidir və zəhm gelir belə havadan. Evdən çıxırıq. Bam, çıxdıq. Deməli, dostlar olur, gedirlər Qarabağa. Qarabağa gedəndə bir nəfər deyir ki, bəs yol çox uzundur da. O birisi də qayıdıb deyir ki, bəs biz 30 il bu anı gözləmişik, 5-6 saatla heç nə olmaz. Gel, benim ol gel. Seni düşündüğüm kadar düşünmeni ay güzel. Neçə saatdır yatmışam və perivallarda biraz çox qovdurdu ya. Maşının tormozları qızdı. Aporunlar da yəqin ki qızan. Aporunlar çox qızıb deyə. İndi maşın reaksiya verir. Deyir ki, bəs safety formada maşını saxlayın. Bəs tormozlar qızıb. Demək olar ki, çatmışıq. Çox yolumuzda qalmayıb. Maraqlı deyil bura. Yəqin nakladkalar soyuyar indi ya. İsti ayağıma vurdu. Deməli artıq bura çatdıq. İndi içəri giririk. Otağı götürək və əşyaları qoyaq bura. Yəqin ki onu da çəkəcəm. Otaqda təmizlik işləri gedir. Ona görə hələ ki gözləyir. Əslində biz indi otağa yerləşmirik, sadəcə şeylər qoyuruq da, çamadanın azadı qoyuruq. Deməli gəldik, çatdıq Quzbəyir restoranına. Buranı çox tərifləyirdilər. Mən birinci dəfə deyirəm bura. Bu nə deyir? Yeməkləri falan paylaşacağım. Yeməklərdə mənim üçün ən önəmli olan görüntüdür. Bəyənməsəm heç birini yeməyəcəm, onu tullayacağım. Şot da verməyəcəm heç. Az da verməyəcəm şot.
Məşq eləməsəm olmazdı. Ona görə də gəlirəm deməli buranın idman zalına. Əslində istirahətə gəlmişəm və çox vaxt istirahətə gedəndə mən idman zallarını yoxlamıram. Amma bu dəfə sırf kanala video çəkmək üçün və kanaldakı videoların böyük hissəsini idman təşkil elədiyinə görə, yəni boş adam deyiləm də ondan. Və istirahət eləyəndə hə? Əzələnmədi orada. Ev yox. Və istirahətə gələndə çox vaxt adam kökəlir də. Və mən də bunu istəmədiyimə görə indi gedirik basmağa. Sən 100% tanıyırsan zalın yerin. Tamamdır. Ağırlıqlarla məşğul bitirdim və çox yoruldum çünki gecəni də yatmamışam, onu son bilirsiniz. Digəm otağa, duş aldım, ondan sonra promoy uzanım yatım. Otağa gəldim, indi içindim. It's time to sleep. Deməli axşamda biz yenə Quzu bəyinin qonağı olduq və burada hava ağla gəlməyəcək dərəcədə soyuqdur. Burada deyəndə yəni restoranda yoxdur, obşu Şuşada. Ən ki 10 başa düşərsiniz. Dünən axşam çox yorğun idim, yəni dəhşət yorğun idim da. Və o yorğunluğa görə videonun davamını çəkəmədim. Evə getdim, promo yıxıldım, yatdım. Axşam hardasa təxmini 1-2 civarı idi, yatdım. İndi də elə saat hardasa 1 tamamdır, ya 1-ə qalıb indi. Dahi bəstəkar, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəylinin evi. Əynimi dəyişirəm, ondan sonra da düşürəm idman zalına. Əynimi dəyişim. Hazıram indi, düşürəm zala. Deməli, indi idman zalından qalxdım otağa, hazırlaşdım zat. İndi təzədən gedirik Quzu bəy restoranının təzədən qonağı olmağa. Şuşada bugün ikinci günümüzdür. Həqiqətən də buranı çox xoşladım. Çünki tamam fərqli bir atmosferə düşdüm də. Neysə, videonu ucu bitirim. Birazdan da geyib yatacağım. Neysə, sağ olun, özünüzə yaxşı baxın, məşq edin. Çıkar